Realda xəbər axını davam edir. Sosial sahə ilə bağlı baş verən dəyişikliklərlə bağlı mütəmadi məlumatlı olmaq istəyirsinizsə, sizi ekrana yaxın əyləşməyə dəvət edirik. Odur ki, Obyektiv efirdədir. Bugünkü verilişimizin mövzusu məşğulluq məsələlərinə həsr olunub. Xüsusilə işsiz və ya hansı istiqamətdə özünü sınayacağını bilməyən, hansı məşğulluq tədbirlərindən yararlana biləcəyindən məlumatı olmayan şəxslər üçün düşünürəm ki, bu veriliş faydalı olacaq. Odur ki, suallarımızı Dövlət Məşğulluq Agentliyinin rəsmisi cavablandıracaq. Amma bir qədər sonra. İndi isə görək sosial mənzərə necədir ölkəmizdə və beləliklə Dost TV-yə bağlanırıq. Həmkarım xanım Yadigarlı elə bu barədə ətraflı məlumat verəcək. Xanım, buyurun, söz sizdədir. Hər vaxtınız xeyir, sizi və tamaşaçıları salamlayıram. Bu həftə olan sosial hadisələrlə tanış olmağın vaxtıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş olub. Nazir müavini Anar Kərimov dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sosial müdafiə sahəsində Asiya İnkişaf Bankının dəstəyinin gücləndirilməsi layihəsinin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb. Dövlət Məşğulluq Agentliyi tərəfindən son bir ay ərzində daha 566 nəfər özünə məşğulluq proqramı çərçivəsində biznes planlarına uyğun aktivlərlə təmin olunub. Proqram iştirakçıları üçün əvvəlcə kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara malik olmaları məqsədi ilə təlimlər təşkil edilir, daha sonra onlara aktivlər verilir. Cenevrədə hər kəs üçün ədalətli rəqəmsal və yaşıl keçidlər mövzusunda keçirilən 2025-ci il üçün Dayanıqlı İnkişaf Regional Forumunda Azərbaycanda aparılan sosial islahatlara dair məlumat verilib. Forumda ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində əldə olunan rəqəmsal uğurlar, işçi qüvvəsinin yaşıl iqtisadiyyata keçidlə bağlı yeni bacarıqları yiyələnməsi üçün aparılan işlər diqqətə çatdırılıb. Dövlət Tibbi Sosial Ekspertizə və Reabilitasiya Agentliyi tərəfindən bu ilin birinci rübə ərzində 11.600 şəxsə əlillik təyin edilib, onlardan 5.000-ə ilkin, 6.600 şəxsə isə təkrar əlillik təyinatı aparılıb. Dövlət Sosial Müdafiə Fondu Finance Derivate Awards 2025 beynəlxalq müsabiqəsində 2025-ci ilin ən yaxşı sosial təminat qurumu və Rifah və Sosial Müdafiə üçün 2025-ci ilin rəqəmsal innovasiyası nüfuzlu ali mükafatlarına layiq görülüb. Fond 2021-2025-ci illərdə 62 beynəlxalq mükafatla təltif olunub. Bu həftəyə təqdim edəcəklərimizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Söz yenidən həmkarım Aybəniz Məhərrəmovadadır. Ətraflı məlumatlar üçün təşəkkür edirik xanım. Biz isə yenidən Realın studiyasındayıq və həftənin mövzusunun müzakirəsinə başlayırıq və artıq qonağımız da studiyamızdadır. Beləliklə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Ülvi Abbas Quliyev bizimlədir. Xoş gəlmişsiniz. Təşəkkür ederim. Ülvi müəllim, istəyirəm əvvəlcə ümumi məşğulluq tədbirləri barədə danışaq. Getdikcə artıq texnoloji yeniliklər, inkişaflar baş verir və təbii ki, bilirəm bu məşğulluq sahəsindən də yan keçmir. Və bunun sayəsində biz deyə bilərikmi ki, işsiz şəxslərin işlə təminatı proqramları daha da əlçatan olub vətəndaşlar üçün? Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkədə işsiz və iş axtaran şəxslərin məşğulluğunun təmin olunması istiqamətində bir sıra aktiv məşğulluq tədbirləri həyata keçirilir və bu aktiv məşğulluq tədbirlərindən qeyd etdiyim şəxslərin yararlanması üçün ilk öncə onların işsiz və yaxud da iş axtaran kimi qeydiyyata alınması zəruridir. Bu bir prosesdir. Bugün şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin əmək və məşğulluq alt sistemi üzərindən müvafiq elektron ərizəni doldurmaqla işsiz və yaxud da iş axtaran kimi qeydiyyata alına bilirlər. Yəni, şəxs müvafiq ərizəni doldurur və ərizə ilə müraciət etdiyi gün, ərizəni doldurduğu gün bizim qurum tərəfindən həmin şəxsin qeydiyyatı ilə bağlı qərar qəbul edir. Artıq bundan sonra həmin şəxs elektron sistemdə onun üçün fərdi məşğulluq vərəqi də tərtib olunur. Harada ki, həmin vətəndaşa aid müvafiq məlumatlar öz əksini tapır. Və prosesin ardınca artıq bizim karyera məsləhətçiləri tərəfindən işsiz və iş axtaran şəxslərlə fərdi qaydada məşğulluq imkanlarının qiymətləndirilməsi dediyimiz bir proses aparılır. Bu da proseslə nədən ibarətdir ki, həmin şəxsin peşəsi varsa əgər, işi, təcrübəsi ötən dövrdə olmuşdursa, nəzərə alınmaqla, sosial vəziyyəti nəzərə alınmaqla, maraqları nəzərə alınmaqla hər bir şəxsə yönəlik fərdi məşğulluq proqramı tərtib olunur. Fərdi məşğulluq proqramı da nə deməkdir? Fərdi məşğulluq proqramında Dövlət Məşğulluq Agentliyinin
həyata keçirdiyi aktiv məşğulluq tədbirlərinin siyahısı öz əksini tapır. Yəni, hər bir vətəndaşa münasibətdə Dövlət Məşğulluq Agentliyi hansı xidmətləri həyata keçirəcəksə, bu müsahibə əsasında artıq bu xidmətlərin siyahısı tərtib olunmuş olur. Biz hazırki fəaliyyətimizdə daim təbii ki, rəqəmsallaşmanın daha da ölkə üzrə genişlənməsinə çalışırıq. Bir sıra xidmətlərimiz artıq demək olar ki, elektron sistem üzərindən həyata keçirilir. İşsizlikdən sığorta ödənişlərinin təyinatı və s. xidmətlərimiz elektron sistem üzərindən həyata keçirilir. Bu isə vətəndaşların bizim xidmətlərə münasibətdə əlçatanlığını daha da təmin etmiş olur. Rəqəmlərə toxunmaq istərdim. Artıq bu ilin birinci rübü üzrə göstəricilərimizlə bağlı qısaca məlumat vermək istərdim ki, birinci rübü ərzində Dövlət Məşğulluq Agentliyi tərəfindən 27 mindən artıq şəxs müvafiq işlərlə təmin edilmişdir. 1000 nəfərdən artıq şəxs özünə məşğulluq proqramına, 1200 nəfərdən artıq şəxs isə peşə hazırlığı kurslarına cəlb edilmişdir. Eyni zamanda da 55 mindən artıq şəxsə peşə yönümü istiqamətində məsləhət xidmətləri göstərilmişdir. İlvi müəllim, bütün bu məşğulluq tədbirləri içərisində siz daha yaxşı bilərsiniz və təsdiqləyirsiniz ki, özünün məşğulluq proqramı daha geniş yayılıb. Yəni, işsiz şəxslərin diqqətini daha çox bu məşğulluq tədbiri çəkir. Əslində, çox prestijli mən deyərdim ki, bir məşğulluq tədbirlərdir. Çünki tədbiridir ona görə ki, artıq bu proqram vasitəsilə işsiz şəxs özünə kiçik bir biznes qurur və mən hətta elə insanlar tanıyıram ki, hazırda bunun sayəsində böyük bir biznesi var və bunu davam elətdirir, getdikcə də inkişaf elətdirə bilib. Amma gəlin etiraf eləyək ki, özünü məşğulluq proqramına müraciət edən şəxslərlə bağlı deyirəm, müəyyən gecikmələr var. Gəlin izah edək bütün bu prosesi ki, özünə məşğulluq proqramında necə olur? Təqdim etdiyiniz vətəndaşlara aktivlər ki var, onlar hardan gəlir, necə alınır? Ümumiyyətlə, özünü məşğulluq proqramı ilə bağlı proses necə təşkil olunur? Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi ən mühüm aktiv məşğulluq tədbirlərindən biridir. Proqramın mahiyyəti ondan ibarətdir ki, kənd təsərrüfatı və istehsal xidmət sahələri üzrə mövcud 23 biznes ideyalar, zərflər üzrə vətəndaşlara, yəni işsiz və ya iş axtaran kimi qeydiyyata almış vətəndaşlara bir il müddətində müəyyən avadanlıqlar, aktivlər onların istifadəsinə verilir ki, həmin şəxslər öz xırda təsərrüfatlarını yaratsınlar, bizneslərini qursunlar və daha da inkişaf etdirsinlər. Yəni, bu proqramın əsas mahiyyəti ondan ibarətdir. Bu bir il müddətində də həmin əmlaklar dövlət əmlakı olaraq qalır, yəni həmin əmlakların mülkiyyətçisi dövlət olaraq qalır və bir il müddətində də biz vətəndaş tərəfindən həmin əmlakların təyinatı üzrə istifadə olunub-olunmamasını yoxlamaq üçün monitorinqlər, dövrü monitorinqlər həyata keçirilir və yalnız bir ilin sonunda artıq yekun monitorinqlərimiz zamanı aşkar olunarsa ki, əgər vətəndaş həmin avadanlıqlardan təyinatı üzrə və biznes plana uyğun olaraq istifadə edir, o zaman artıq bu əmlaklar həmin şəxsin mülkiyyətinə verilir. Təhvil təslim aktı tərtib olunur və bu şəxslər artıq onlara verilən, istifadələrinə verilən əmlakların mülkiyyətçilərinə çevrilirlər. Hər bir vətəndaş üzrə də ilkin mərhələdə onların işsiz kimi, iş axtaran kimi qeydiyyatının aparılması, sonraki mərhələdə bizim karyera məsləhətçiləri tərəfindən onların hər biri ilə məşğulluq imkanlarının qiymətləndirilməsinin aparılması və onların əgər özə məşğul proqramına cəlb olunması nəzərdə tutulursa, bu istiqamətdə onlarla iş aparılması müəyyən bir, təbii ki, zaman tələb edir. Və biz bu prosesi daha şəffaf şəkildə tənzimləmək üçün elektron sistemdə bir özə məşğulluq üzrə reyestr tərtib etmişik ki, vətəndaşlar artıq bu reyestr vasitəsilə də bu rəqəmsallaşmadan istifadə etməklə öz növbələrini daim izləyə bilirlər ki, hər hansı bir narazılıq yaranmasın. Bu da rəqəmsallaşma baxımından bayaq qeyd etdiyim mövzudan çıxış etdi. Bir daha rəqəmsallaşma baxımından irəliyə atılmış bir addımdır. Qaldığı əmlakların əldə edilməsi məsələsinə təbii ki, ölkədə bu əmlaklar qanunvericiliyə uyğun olaraq, dövlət satın almaları haqqında qanunvericiliyə uyğun olaraq alınır və onların vətəndaşlara akt əsasında təhvil verilməsi təmin edilir. Təbii ki, müəyyən
qanunvericilikdə nəzərdə tutulan prosedurlar var ki, biz bu prosedurlara da əməl etməliyik ki, bu da təbii ki, bəzən həm müraciətlərin sayının çox olması səbəbindən, həm eyni zamanda bu prosedurlara əməl etməyimiz səbəbindən müəyyən bir zaman tələb edir. Yəni, burada əsas məqam müraciətlərin sayının çox olmasıdır. Ölkə üzrə ona görə də bəzən yubanmalara səbəb olur. Amma çalışırıq ki, ölkə üzrə daim vətəndaşları çox gözlətməyək və avadanlıqların vətəndaşlara təmin olunmasını tez bir zamanda həyata keçirək. Ümumiyyətlə, araşdırma olmalıdır ki, bəs vətəndaş da həmin aktivləri alanda evinin bir küncündə saxlamasın. Ondan istifadə edilsin və ona görə də müəyyən vaxt ala bilər deyə mən də düşünürəm. Mən peşə hazırlığı dediniz. Mən düşünürəm ki, bu mövzuda da biraz daha geniş danışmağa ehtiyac var. Elə insanlar var ki, ümumiyyətlə hər hansı bir peşə sahibi də deyil. Yəni, müəyyən peşə sahibi olan insana iş tapmaq, müəyyən peşə sahibi olan insanın iş tapması daha rahatdır, nəinki peşəsi olmayan şəxsin. Peşə hazırlığı kurslarının vacibliyi də elə məhz bu məsələdə ortaya çıxır. Hansı ki, müəyyən peşəsi yoxdur, iş tapa bilmir özünə, bu zaman gəlir, müraciət edir peşə hazırlığı kurslarına. Düzdürmü? Elədir, doğrudur, doğru buyurursunuz. Bəli, bizim qeyd etdiyim tədbirlərdən biri də peşə hazırlığı kurslarıdır ki, eyni qaydada yenə də bizdə qeydiyyatda olan işsiz və iş axtaran şəxslərə yönəlmiş bir proqramdır. Peşə hazırlığı kursları Dövlət Məşğulluq Agentliyinin özünün 4 peşə hazırlığı mərkəzləri var ki, Bakı, Gəncə, Göyçə və Qarabağ peşə hazırlığı mərkəzləri tərəfindən həyata keçirilir və eyni zamanda biz hazırda özəl tədris müəssisələri ilə də, hansı ki, peşə hazırlığına həyata keçirilir. 150-dən artıq özəl tədris müəssisəsi ilə də peşə hazırlığının təşkili istiqamətində əməkdaşlıq edirik. Bu, vətəndaşlar üçün bunun bir çox üstünlükləri var. Bu kurslar ilk öncə 6 ay qədər davam edir, deyək ki, daha çevikdir və bu kurs müddətində vətəndaşlara, işsiz iş axtaran şəxslərə minimum aylıq əmək haqqının 50% həcmində təqaüd ödənilir ki, onlar öz müəyyən xərclərini qarşılaya bilsinlər. Əgər bir ərazi vahidindən digərinə getməli olarlarsa, kursun keçiriləcəyi yerdən asılı olaraq onların nəqliyyat xərcləri də kompensasiya olunur və eyni zamanda da özəl tədris müəssisələrinə kurs müddətində Dövlət Məşğulluq Agentliyi tərəfindən ödənişlər edilir. Ki, vətəndaşlar üçün bir cəlb edici proqramdır. Proqrama kimlər cəlb olunur? Bəli, siz özünüz də qeyd etdiniz. Ya şəxsin deyək ki, hər hansı peşəsi, ixtisası yoxdur və yaxud da əvvəlki dövrdə hər hansı peşəsi, ixtisası olub və o bacarıqlarını artıq itirib, o bacarıqlar üzrə işləmək qabiliyyətini itirib və yaxud da yeni bacarıqların təkmilləşdirilməsinə, artırılmasına ehtiyac var və yaxud da onun üçün iş tapmaq mümkün deyil. Bu sadaladığım bu hallardan biri olarsa əgər biz onu da qiymətləndiririk və vətəndaşların artıq istəyinə uyğun nəzərə alınmaqla, onların maraqları nəzərə alınmaqla, bacarıqları nəzərə alınmaqla müvafiq peşə hazırlığı kurslarına yönləndirilir ki, bizim də hazırda 175 aktual peşə istiqamətimiz var ki, bu 175 peşə istiqamətindən biri üzrə vətəndaşlar peşə hazırlığı kurslarına cəlb olunurlar. Yenə də bayaq qeyd etdim, yəni bu il üzrə və eyni zamanda burada maraqlı cəhətdən biri də odur ki, biz özəl müəssisələrlə müqavilələr bağlayan zaman eyni zamanda da həm müəssisələr öhdəlik götürürlər ki, peşə hazırlığı kurslarına cəlb olunan şəxslərin sonunda, kurs bitdikdən sonra 50%-in həcmində onların işlə təmin edəcəklər. Yəni belə bir öhdəlik də eyni zamanda özəl tədris müəssisələri tərəfindən götürülür. Ötən il rəqəmlərinə baxsaq, əgər ötən il təxminən 15 mindən artıq şəxs peşə hazırlığı kursuna cəlb olunmuşdu və təxminən 6 minə yaxın şəxs artıq peşə hazırlığı kursunu bitirdikdən sonra işlə təmin edilmişdi. Bu ilin ilk 3 ay üzrə rəqəmlərə baxsaq isə təxminən 1200 nəfərdən artıq da peşə hazırlığı kursuna cəlb olunmuşdur. Ülvi müəllim, biz biraz sonra davam edəcəyik icazənizlə. İndi isə bir sujetimiz var. Gəlin baxaq, sonra yenidən studiyadayıq. Füzuli işğal olunanda mənim artıq 3 yaşım olub. Yaşamasam da Füzuli şəhərində, ancaq ailəmdən, valideynlərimdən eşitmişəm. Təbii ki, bizim arzumuz idi, istəyərdik ki, gələk vətənimizə, torpağımıza, ana yurdumuza. Şükür Allah ki, artıq gəlmişik, artıq vətənimizdəyik, çox şükür. Mən Naxçıvan Dövlət Universiteti Tarix Filologiya Fakültəsini bitirmişəm və özümə uyğun bir işlə təmin olunmaq istəyirdim. Dövlət Məşğulluq Agentliyinə müraciət elədim və çox sağ olsunlar ki, məni Füzuli şəhər Kurman Qaysı adına Uşaq Yaradıcılıq Mərkəzində işlə təmin elədilər. Hazırda
Kurman Qazi adına Uşaq Yaradıcılıq Mərkəzində mədəni təşkilatçı vəzifəsində çalışıram. Yenidən qurulan Füzuli Muzeyi yaşayan şagirdlərin, məktəbə qədər uşaqların inkişafı üçün çalışırıq. Cənab Prezidentimiz İlham Əliyevə bu gözəl şərait üçün dərin minnətdarlığımızı bildiririk. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qazilərimizə şəfaət, can sağlığı diləyirik. Onların sayəsində hazırda biz çox gözəl bir şəraitdə yaşayırıq. Davam edirik. Ülvi müəllim, istəyirəm biraz da Böyük Qayıdış proqramı haqqında danışaq. Qarabağımızda çox intensiv işlər gedir. Bir yandan bərpa quruculuq işləri, digər tərəfdən ora köçürülən ailələrin həmin o əraziyə adaptasiyası, məşğulluq tədbirlərinin həyata keçirilməsi və s. və axır. İstəyirəm ki, oradakı məşğulluq tədbirlərinə xüsusi toxunaq və mən bildiyim qədəri ilə oraya köçürülməmişdən əvvəl elə həmin ailələrlə danışılaraq məşğulluq məsələləri elə onlar öz yurt yuvalarına qayıtmamışdan əvvəl başlayır. Təşəkkür edirəm sualınız üçün. Bəli, böyük qayıdış prosesi çərçivəsində məşğulluğun təmin olunması bizim önəm verdiyimiz ən prioritet istiqamətlərdən biridir. Və bu proses deyərdim ki, iki hissədə aparılır. Birincisi sizin qeyd etdiyiniz kimi artıq vətəndaşlar işğaldan azad olmuş ərazilərə köç etməzdən öncə onlarla biz iş aparırıq. Hər bir vətəndaşdan əlaqə saxlanılır. Onların peşəbilik bacarıqlarının olub-olunması, durumu, sosial vəziyyəti və s. digər parametrləri dəqiqləşdirilir. Və eyni zamanda onlar köç etdikdən sonra da həmin vətəndaşlarla biz birbaşa görüşürük və bayaq ilk öncə mən qeyd etdiyim kimi onların məşğulluq imkanlarının qiymətləndirilməsi aparılır. Hər bir vətəndaşa yönəlik fərdi məşğulluq proqramı tərtib olunur və fərdi məşğulluq proqramında da nəzərdə tutulan aktiv məşğulluq tədbirləri hər bir vətəndaşa münasibətdə həyata keçirilir. Və bu prosesin aparılmasında Dövlət Məşğulluq Agentliyinin 2 regional filialı, Qarabağ və Şərqi Zəngəzur regional filialı vardır ki, bu böyük qayıdış çərçivəsində məşğulluqla bağlı bütün prosesləri bu filiallarımız üzərindən həyata keçiririk. Təbii ki, həmin ərazilərdə fəaliyyət göstərən işə götürənlərlə və yaxud da fəaliyyət göstərilməsi nəzərdə tutulan işə götürənlərlə daim biz görüşlər keçiririk. Ərazilərdə həmin işə götürənlərin mövcud vakansiyaları ilə bağlı məlumatlar əldə edirik və vətəndaşlarla müsahibələr, sorğular zamanı əgər onlar həmin vakansiyalara uyğun olardısa, vətəndaşları birbaşa işə götürənlərin elan etdiyi vakansiyalar üzrə işə götürülənlərə yönləndiririk. Yəni, ümumi proses bu şəkildə aparılır. Yəni, biz artıq yerlərdə daim ezamələr etməklə, əməkdaşlarımıza göndərməklə, bizim xidmət şöbələrimiz, filiallarımız vasitəsilə artıq vətəndaşlarla birbaşa əlaqələr yaratmaqla, onların ehtiyaclarını dəyərləndirməklə aktiv məşğulluq tədbirlərinə cəlb edirik. Eyni zamanda ərazilərdə daim əmək yarmarkaları həyata keçirilir. Deyim ki, böyük qayıdış prosesi çərçivəsində artıq təxminən 17 əmək yarmarkası və bir peşə yarmarkası keçirilmişdir ki, bu da çox yaxşı bir platformadır ki, biz bu platforma vasitəsilə işə götürənləri və işsiz iş axtaran şəxsləri bir araya gətiririk ki, yəni birbaşa onlar təmasa girməklə həm işə götürən işçini dəyərləndirə bilsin, eyni zamanda da işçi yerində vakansiyalarla tanış olaraq o vakansiyalar üzrə müraciət edə bilsin. Yenə də qeyd etmək istərdim, rəqəmlərə müraciət edək. Təxminən işğaldan azad olmuş ərazilərdə mövcud olan təxminən 4500 iqtisadi fəal əhalidən təxminən 4000 nəfərə yaxın şəxsin məşğulluğu təmin edilmişdir. Onlardan təxminən 2800 nəfər münasib işlərlə təmin edilmişdir. Eyni zamanda digər bizim özünə məşğulluq, peşə hazırlıq istiqamətləri üzrə də onların məşğulluğu təmin edilmişdir. Yəni, qeyd etdiyim kimi bu istiqamət, böyük qayıdış çərçivəsində məşğulluğun təmin olunması bizim üçün çox mühüm bir əhəmiyyət kəsb edir. Eyni zamanda o həmin şəxslərdən, keçmiş məcburi köçkünlərdən əgər bizim peşə hazırlığı istiqaməti üzrə əgər ehtiyac olarsa, yəni yerli əmək bazarının tələblərinə uyğunlaşdırılması zərurəti olarsa, keçmiş məcburi köçkünləri də eyni zamanda biz öncədən peşə hazırlıq kurslarına cəlb edirik və oradakı işə götürənlərin tələblərinə uyğunlaşdırılmaqla həmin şəxslərin sonra da məşğulluğunun təmin olunmasına dəstək göstəririk. Biz elə dostlarımız var ki, onunla heç Bakıda görüşə bilməmişik, nə zamanda görüşmürük. Amma inanırsınız, Qarabağda o qədər rastlaşırıq.
Görün nə dərəcədə böyük bir sevincdir. Biz Qarabağda görüşürük, artıq Bakıda görüşə bilmirik. Ülvi müəllim, çox təşəkkür edirəm gəldiyiniz üçün. Biz çalışdıq ki, bizə ayrılan vaxt ərzində maksimum məşğulluq tədbirləri barədə məlumat verək. Amma təbii ki, məşğulluq tədbirləri çoxdur. Ola bilər ki, hansısa bir tədbir barədə geniş danışmamışıq. Amma təbii ki, tamaşaçılarımız Dövlət Məşğulluq Agentliyinin saytına daxil olaraq aktiv məşğulluq tədbirləri barədə, digər aktiv məşğulluq tədbirləri barədə məlumatlar ola bilər. Düzdürmü? Bəli, doğrudur. Gəldiyiniz üçün bir daha təşəkkür edirəm. Suallarım bu qədər idi. Mən də təşəkkür edirəm, çox sağ olun. Qeyd edim ki, obyektiv efirdə idi. Qonağım isə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Ülvi Abbas Quliyev idi. Məndən hələlik bu qədər, amma realda xəbər axını davam edir.